Doktor, son vaxtlar yeməkdən sonra qarnımda ağırlıq hiss edirəm. Bəzən köp olur, bağırsaqlarım da əvvəlki kimi yaxşı işləmir. Qəbizlik də olur. Bəli, o da olur. Bəs gün ərzində qidalanmanız necə olur? Tərəvəz, meyvə, göyərti nə qədər yeyirsiniz? Tərəvəz çox az. Gün ərzində işdə oluram, nə gəldi yeyirəm. Su necə? Kifayət qədər içirsiniz? Daha çox çay, kofe içirəm. Burada artıq bir neçə məqam görürük. Bağırsaqların fəaliyyəti üçün kifayət qədər su, qida lifi, fiziki aktivlik lazımdır. Sizin ratsionda isə çox təəssüf, yetərincə qida lifi görə bilmirəm. Okey, bəs nəyi dəyişməliyəm? İlk növbədə ratsionda tərəvəzlərin, meyvələrin və tam taxıllı məhsulların miqdarını artırmaq lazımdır. Fermentasiya olunmuş məhsulları da rasiona əlavə etməkdə böyük bir fayda var. Məsələn, mənim də gündəlik rasionda istifadə etdiyim fermentləşmiş məhsullardan biri pamellanı tövsiyə edə bilərəm. 30 aylıq fermentasiya nəticəsində onun tərkibində yüksək miqdarda qida lifi olur. Məhz bu qida lifləri sizin immunitetinizi dəstəkləyir və mən bütün pasiyentlərimə gündəlik rasionda ondan istifadə etməyi tövsiyə edirəm. Amma unutmayın, əgər köp, qəbizlik və digər həzm şikayətləri davamlı olaraq qalırsa, bunun müayinəsini edib və səbəbini araşdırmaq lazımdır.